اللهم صل على محمد وآل محمد وعجل فرجهم. بسم الله الرحمن الرحيم. اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على Muhammed və ali Muhammed və əccil fərəcəhum. İlk növbədə əza məclisi münasibəti ilə bu məclisin sahibləri olan İmam Zaman ağaya, Əhl-i Beyt əleyhimussalama başsağlığı, ondan sonra siz əziz mömin və möminələr başınız sağ olsun deyirəm. Əzalı günlərdir. Keçən günlərdə də qeyd etdiyim kimi bir nəfərin dünyasını dəyişən biri olursa, cəmaət, rəiyyət gedir, ev sahibinə başsağlığı verir. Onun musibətinə şərikliyini etiraf edir. Bu məclisin də sahibləri var. Yəni, bu məclisin sahibləri məsumlardır, Əhl-i Beyt əleyhimussalamdır. Bu məclislərə Peyğəmbərin nəzarəti var, İmam Zaman ağanın nəzarəti var. Bu məclislərdə xanım Zəhranın nəzarəti var. Odur ki, gərək məclisin adabına riayət edək, sakitçiliyinə riayət edək inşallah. Kərbəla böyük bir dərsdir. 14 əsr keçməsinə baxmayaraq, bu hadisədən böyük ibrətli hadisələr insanlar götürür. Möminlər özləri üçün zəxirə, azuqə olaraq Kərbəladan, dərslərdən götürürlər. Çünki bizim üçün nümunə Əhl-i Beyt əleyhimussalamdır. Odur ki, bu dərslər ki var, mən kitabı varaqladım ki, bugün sizin xidmətinizə nə çatdırmaq istəyirəm, fikirləşdim. Gördüm ki, İmam Hüseyn əleyhissalamın diqqət yetirdiyi, ki o diqqət edir, istəyir biz də diqqət edək. Diqqət etdiyi bir neçə məsələ var. Xüsusən də Aşura axşamı. Aşura axşamı, səhər Aşura olacaq, həmən axşam diqqət etdiyi bir neçə məsələ var. Nədir? Əslən budur ki, düşmən istəyirdi hücum etsin. 9-cu gün, 10-cu axşam düşmən hücum etmək istəyirdi. İmam Hüseyn əleyhissalam düşmən tərəfə elçi göndərir və deyir ki, bizə bir gecə vaxt verin. Bir gecə, belə deyək, vaxtı uzadaq. Səhər döyüş olacaq. Vaxtın uzadılmasında İmam Hüseyn ölümdən qorxmur. Ölümə gəlib də, şəhid olmağa gəlib. Döyüşdən qorxmur. Hamısı Bəni Haşim şücaətlidir, Əli ibn Əbi Talibin oğludur. Sadəcə həmən gecəni həsr edir nəyə? 3 şeyə. Mən 3 şeydən birini mən inşallah xidmətinizə çatdıraram. Birincisi, namaz qılmaq, həmən gecəni sərf edir namaza. Namazla sanki vidalaşır. İkinci, Qur'an oxumaq, üçüncü də münacat etmək, Allahla münacat etmək. Çünki imam yer üzündə Allahın xəlifəsidir və bunlar bu şirinlik var, Qur'an oxumağın şirinliyi, namaz qılmağın şirinliyi, Allahla olan münacatın şirinliyi heç bir dünyanın ləziz yeməkləri bunları əvəz edə bilməz. Odur ki, bir gündə belə vaxtın uzadılmasını düşmən tərəfdən istəyir. Düşmən tərəfdə razılaşır. Aşura günü məlum məsələdir, o haqda inşallah söhbətlər olacaq. İmam Hüseyn əleyhissalam namaza diqqət etməyi bizə buyurur. İnşallah namaz haqqında demək istəyirəm. Önəmli bir məsələdir. İslam 2 hissədən ibarətdir. Usul-i-din, yəni əqidə məsələləri, bir də firu-i-din, şəriyyət məsələləri. Şəriyyət məsələlərinin birincisi namazdır. Namaz qəbul olunsa, sair əməllərdə qəbul olunar. Namaz qəbul olunmasa, başqa əməllərdə heç biri qəbul olunmayacaq. Namaz bütün xeyr əməllərin başıdır. Namaz önəmlidir.
İnsan eləyə bilər, məsəl üçün, oruç tutmaya bilər, səfərdəsə. İnsan eləyə bilər, səhhətinə görə oruç tuta bilməsin, səhhətinə görə. Şəriət icazə verir. Yaxud da insanın həccə getməyə imkanı yoxdur, vacib deyil. İmkanı olsa vacibdir. İnsanın imkanı çatmır, zəkat versin, xums versin. Bunlar vacib əməllərdir ya. Amma imkanı çatmır. Etməsə eybi yoxdur. Amma hər bir halda namazı tərk edə bilməz. Ayaq üstə qıla bilmirsə, oturan yerdə qılsın. Oturan yerdə qıla bilmirsə, uzanan yerdə qılsın. Öz yerinə kimisə nə qədər sağdırsa, naib tuta bilməz. Həccə göndərə bilər öz yerinə naib. Amma namazı öz yerinə kimsə vacibi namazı qıla bilməz. Odur ki, bu namaz məsələsi o qədər önəmlidir. Odur İmam Hüseyin əleyhissalam son axşamı daha çox namaza fikir verirdi. Möhlət deyək ki, vaxt istədi. İmam Cəfər Sadiq əleyhissalamın vəsiyyəti var, 6-cı imamımızdır. Muhammed Ali Muhammedə salavat zikr. Məsum imam deyir ki, son vəsiyyətində deyir ki, bizim şəfaətimiz nəsib olmayacaq o şəxslərə ki, o şəxslər namazı yüngül sayıblar. Namaz qılanlardır, amma namazı yüngül sayıblar. Bizim şəfaətimiz o şəxslərə nail olmayacaq. Bir insan əgər vəsiyyət edəndə, vəsiyyət belə bir haldır ki, insan tam həqiqəti söyləyir. Hansı şəxs? Həmən şəxs imam olarsa, daha burada başqa bir şey yoxdur. Məsələ o qədər önəmlidir ki, imam son nəfəsində deyir ki, bizim şəfaətimiz o şəxslərə nəsib olmayacaq, namazı yüngül sayanlara. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, mən sizin dünyanızdan 3 şeyi sevdim, 3 şeyi sevirəm, istəyirəm. Onların birincisi, gözümün işığı, nuru olan namazdır. Namazına bu qədər önəm verilir. Quran-ı Kərimdə buyurulur ki, Bismillahirrahmanirrahim. Əl-ləzīnə yu'minuna bil-ğaybi və yuqimunəs-salata və mimma razaqnahum yunfiqun. Bəqərə surəsinin 3-cü ayəsi. O kəslər ki, qeybə iman gətirərlər, namaz qılarlar. İkinci ayənin tərcüməsi belədir ki, təqvallar o şəxslərdir ki, sonra bundan sonra deyir ki, o kəslər ki, qeybə iman gətirərlər, namaz qılarlar və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Yəni, təqvallar bunlardır. Qeybə iman gətirməkdə məqsəd, yəni vilayəti qəbul edərlər. Qeybdə məqsəd 12-ci imamdır. Yəni, 12-ci imamı qəbul edərlər. O şəxslər təqvalların birinci sifəti budur. Bəziləri qeyd edirlər ki, qeybdə məqsəd Allah Taaladır, əslində bu cür deyir. Çünki Quran-ı Kərimin digər ayəsində buyurur ki, Allahu nurus semavati vel arz. Allah yerin və göyün nurudur. Allah Taala aşkardadır, hər yerdədir. Allah öz elmi ilə hər yeri əhatə edir. Amma qeybdə olan Əhl-i Beyt, yəni İmam Zaman ağadan söhbət gedir və ikinci də buyurur ki, namaz qılarlar, o şəxslər ki, namaz qılarlar. Çünki Əhl-i Beyt əleyhissalam vilayət məsələsi nə üçün önəmli bir məsələdir? Bunlar bələdçidirlər. Allah Teala yer üzündə öz nümayəndəsi olan ilk insan Adəm Peyğəmbər həm ilk Peyğəmbərdir, həm də ilk insandır. Adəm Peyğəmbər həm Peyğəmbərdir, həm bələdçidir. Cəmaata şəriəti başa salır, günah və haramları başa salır, savab, cənnət, cəhənnəmi başa salır. Bundan sonra bu missiya digər Peyğəmbərə keçir. Ta 124 min Peyğəmbər. 124 min Peyğəmbərin əsas işi bu olub ki, tohidə dəvət etmək, günahdan, şirkdən insanları uzaq saxlamaq. 124 min Peyğəmbərdən sonra ki, sonuncu Peyğəmbər Xatamül Ənbiya, o Peyğəmbərlik missiyası xətm olunur, bitir. Ondan sonra bu missiyanı davam edir imamlar. Yer üzündə Allahın seçdiyi xəlifələr. Ki, birincisi Əmir-əl-Müminin Əli ibn Əbi Talibdir. İkinci İmam Hasan ta 12-ci imama qədər. Yəni, yer üzündə ilk bəşər Adəm Peyğəmbər, Allahın yer üzündə nümayəndəsi və bu gün də yer üzündə Allahın nümayəndəsi höccəti var.
əgər yer üzündə Allahın höccəti nümayəndəsi olmasa, qiyamət baş verəcək. Qiyamət baş verəcək. 124 min Peyğəmbər insanlara buyururlar ki, bu günahdır, bu haramdır, bu savabdır, bu gözəl əməldir, bu tərəfə keç. Bir dənə iblis, insanı günaha tərəf şirinkləndirib çəkir, öz tərəfinə çəkir, insanı bədbəxt edir. Görürsən ki, əfsuslar olsun ki, insanlar 124 min Peyğəmbərin kəlamını qoyur bir qırağa. Səmavi kitabları Allah Teala endirdi, sonunda Quran-ı Kərimi endirdi, bundan sonra kitab enməyəcək. İnsanlar bunların hamısını bir tərəfə qoyur, şeytana, nəfsinə itaat edir. Allah Teala məsəl üçün, bir dənə misal çəkin, fərz edək, içkilərdən məsəl üçün halal edib qərar verib su, içməli su. Su içməli, su halaldır. Görürsən ki, su halaldır, içə bilərsən. Bunun müqabilində alma şirəsi, ümumiyyətlə meyvələrin şirələri, çay, kofe, halal şeylər, bu cür içkilər çoxdur. Görürsən ki, su neçə yüzlərlə halallar var. Amma bir dənə haram qərar verib. Şərab içmək haramdır. Bir dənə haramın müqabilində onlarla, 20-lər, yüzlərlə halallar var. İnsan əfsuslar olsun, bu halalları qoyur bir qırağa. Şeytanın vəsvəsəsinə gedir. Bayaq da yeməli ətlərdən, 4 ayaqlı heyvanlardan qoyundur, inəkdir, dəvədir, keçidir. Nə qədər heyvanların əti halaldır, amma insan bədbəxtlilik yolunu tutur, şeytanın buyurduğu haram vəsvəsəyə gedir, üzrsən donuz ətinə meyil edir. Hər bir haramın müqabilində yüzlərlə halallar var, alternativlər var. Qiyamət günü sabah insan desə ki, məsəl üçün bu idi, başqa bir şey yoxdur, Allah Teala başqa bir şey gətirəcək. Su yoxdur, çayı gətirəcək. Başqa məsəl üçün meyvə şirəsini göstərəcək. Bunların hamısını sənə halal etmişdim. Bunlar isə haramıdır. Odur ki, sən harama nə üçün meyl etdin? Odur ki, Peyğəmbərlər, ondan sonra missiya ki, imamlar bələdçidirlər, insanlara doğru və düzgün yolun hidayət olunmasını insanlara buyururlar, bələdçilər. Bələdçi olmasa insan yolunu azar. Yer üzündə olan Allahın nümayəndəsi bələdçiləri də bu dəqiqədə, yəni Peyğəmbərlərdən sonra imamlardır. Quran-ı Kərimdə namaz haqqında yenidən buyurur ki, Müminin surəsi var Quran-ı Kərimdə, yəni mümin necə olmalıdır? Mömin olmaq ən böyük şərəfli bir məqamdır. Allah Teala istəyir ki, insan mömin olsun, təqva əhli olsun. Və təqva əhli olmaq necə ola bilər? Quran-ı Kərimdə məsəl üçün İnsan surəsi var. İnsan surəsində onun üçün də insan necə olmalıdır? Hələ Həzrət Əli, Əhl-i Beytin hamınız əzbər bilirsiniz, dəfələrlə moizələrdə demişik. Əhl-i Beytin qapısına gəldilər, Əmir əl-Müminin, Həzrət Əlinin qapısına bir gün oruç tutmuşlar, nəzir orucu tutmuşlar. İftar açmaq istədilər, bir gün qapını bir miskin döyür, öz iftarlarını verirlər. İkinci gün bir fəqir döyür, yetim döyür, öz iftarlarını verirlər. Üçüncü gün bir əsir döyür, iftarlarını verirlər. Quran-ı Kərimdə İnsan surəsində bu ayə-i şərəfi nazil edir. Və mömin olmaq üçün nə etmək lazımdır? Mömin olmaq üçün də Quran-ı Kərimdə buyurur ki, Qad əfləhəl mu'minun. Möminlər həqiqətən nicat tapmışlar. Kimlərdir? Əlləzinəhum fi salatihim xaşiun. O şəxslər ki, namazlarında xuşu edərlər, nicat tapmışdılar. Yəni namazı tələm-tələsi qılmazlar. Əgər namaza insan halsız yanaşarsa, yüngül yanaşarsa, insanın qəbir əzabı da şiddətli olar. İnsanın ahirəti bərbad olar. Namaza gərək insan diqqət etməlidir və bilməlidir kimin huzurunda mən danışıram, kimin yanında qalmışam. Namaz qəbul olunmasa, sair əməllər də qəbul olunmayacaq. Mərhum Ayətullah Behçət buyurur ki, hər kəs namazını nə qədər gecikdirsə, əhəmiyyət verməsə namazına, onun işləri də gecikəcək. Onun xəstəsinin şəfası da gecikəcək. İşləri də gecikəcək və sıxıntılar da çoxalacaq. Və sonra deyir,
Hər kəs namazı vaxtında qılsa, o borc sahibidirsə borcu asanlaşdıracaq. Allah Teala onun borcunu həll edəcək bir yolla. Xəstəsi varsa xəstəsinə şəfa verəcək. Subaydısa Allah Teala evlilik, qismət qapısını onun üstünə açacaq. Övladı yoxdursa övlad payı verəcək. Əgər vaxtında namazı qılarsa. Yəni namazı vaxtında qılmaq o qədər önəmlidir. Azan verildi, gərək işvi qoyasan bir qırağa, qaçasan namaza. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, insan namazı vaxtında qılsa və diqqətlə qılsa, Allah Teala onun bir namazına bir hacətini verəcək. Allahdan dua edib, istəsə də, istəməsə də, bir namazda bir dənə hacəti verəcək. O ki, dua edəcək hacətləri var, onlar öz yerində. Bir də hansısa bir hacəti var, yadından çıxıb, Allah Teala o hacəti verəcək, bir namaza. Gündə neçə namazımız var, vacib namazımız? 5, 17 rükət. Yəni Allah Teala 5 dənə sənin hər gün 5 dənə vacib hacəti verəcək. İmam Cəfər Sadiqdən de hədis. Sən Allahdan istəsən də verəcək, istəməsən də verəcək, bir şərti var. Namazı vaxtında qılasan, namaza diqqətlə qılasan. Bir gün iki ticarətçi vardı, belə deyək də, bazarda ticari işlə məşğul olurdular. İman əhli idilər. Məscidə gələrdilər, namaz qılardılar. Və bir gün məsciddə minbərdə xütbə söyləyən imam, axund moizə edirdi. Moizənin ortasında birdən dedi ki, sizdən adam olmayacaq. Üzr istəyirəm ifadəmə görə, indi həmən axund deyir, sizdən adam olmayacaq. Və bunu deyir, daha moizəni kəsir, başlayır namaza. Namaz qılandan sonra, hamı çıxıb gedəndən sonra bu iki dənə cavan ticarətçi ki var, gəlirlər, yaxınlaşırlar axunda, salam verəndən sonra deyirlər ki, biz istəyirik adam olaq. Hani şərti nədir? Adam olmaq istəyirik. Şərti nədir? Sən ki, belə söz dedin, elə-belə deməzsən. Deyir, hə, istəyirsiniz ki, məqam sahibi olasınız, ariflik dərəcəsinə çatasınız. Bir dənə şərtini deyirəm, ona riayət edin. Hər nə işiniz olursa olsun, azan eşitsəniz, qaçın namaza. Bütün vacib işləri qoyun qırağa, qaçın namaza. Qaçın cəmaat namazına. Bunlar da söz verirlər ki, buna riayət edək. Belə də deyirlər, şeytan da vəsvəsə edir, ticarət getmir, azan vaxtı birdən, məsəl üçün, gəlirlər, alış-veriş olsun, nəfs istəyir, çəksin dünyaya tərəf, amma deyirlər, yox. 1-2 ay, 3 ay nəfslərindən yox deyirlər, namaz vaxtı hər şeyi qoyurlar, dükkanı bağlayırlar, qaçırlar namaza. 3 ay keçir və bir gün həmən namazın ki, səhvlərində durmuşlar, birinci rikət idi deyil, gördülər ki, yəni namazın içindədirlər, gördülər ki, piş namaz qabaqda daran imam birdən namazdan çıxdı, getdi. Bunlar namazda, cəmaat da namaz qılır. Namazı kəsə bilməzlər. Amma hiss edirlər ki, bu qabaqda güdürüblər də, imam çıxıb gedir. Allahu Ekber, rükû, səcdə. Bunlar da belə bir müddət belə qaldılar, amma davam etdilər, cəmaatla davam etdilər. Təşəhhüdü deyəndə, hələ təəccübdə bu cür cəmaat namazını qılırlar. Təşəhhüdü deyəndə bir də gördülər, imam gəldi, oturdu, təşəhhüdü dedi, salamları dedi, namaz qılıb qutardı, getdi. Cəmaat gedəndən sonra bu ikisi bir-birinə dedi, sən də gördün, deyir, hə, mən də gördüm. Namazın ortasında piş namaz çıxıb getdi. Gəlirlər, yaxınlaşırlar, ey axund, məsəl üçün, ey şeyx, bəs bir söz demək istəyirik və hal qəzli belə desən, namazın ortasında axı vacib namazdır. Tərk etdin namazı, bizim namazımızın halı necə olacaq? Həmən şeyx götürür, əlini vurur başına, deyir, siz düz deyirsiniz. Mən namazda idim, amma heç yerə getməmişdim. Sadəcə malqara saxlayıram deyə, namazda fikrim getdi ora ki, bu malqaranı gedim, namazdan sonra gedib su verəcəyəm, sonra bazarlıq edəcəyəm. Namazda fikrim getdi. Amma sizin bəsirət gözünüz açılıb, o məqama çatmısınız, siz onu hiss etdiniz ki, mən çıxıb getdim. Yəni, siz böyük dərəcə sahibisiniz və siz burada qalmışsınızsa, vay mənim halıma, başlayır özünü qınamağa. Yəni, sizin o bəsirət gözünüz açılır. Bir dənə vacibi namazı vaxtında qılmaqlıqla bu dərəcəyə çatdılar. Yəni, vacibi namazın vaxtında və diqqətli qılmaq çox önəmlidir.
Hədisi qüdsüdə nə keçir? Buyurulur ki, hər kəsin dəstəmazı batil olsa, bu diqqət edin, çox önəmlidir. Hər kəsin dəstəmazı batil olsa, dəstəmaz almasa Allah Taala deyir ki, mənə cəfa edib. İnsan gərək yaxşı olar ki, həmişə dəstəmazlı halda ola. Hər kəsin dəstəmazı batil olsa, dəstəmaz almasa Allah deyir ki, mənə cəfa edib. Dəstəmaz vacibdir namaz üçün. Amma hər bir halda çalışın dəstəmazlı olasınız. Sonra nə buyurur Allah Taala? Hər kəs dəstəmaz alandan sonra 2 rükət müstəhəbbi namaz qılmasa mənə cəfa etmişdir. Və sonra deyir ki, hər kəs dəstəmaz ala, 2 rükət namaz qıla. Namaz qılandan sonra mənə dua etməsə, mənə cəfa etmişdir. Və hədisin sonunda Allah Taala buyurur ki, hər kəs dəstəmaz ala, 2 rükət müstəhəbbi namaz qıla. Mənə dua edə, mən duasını qəbul etməsəm, mən o bəndəyə cəfa etmişəm. Və mən də cəfa edən Allah deyiləm. Mən hacətləri qəbul edən Allaham, mən rəhmət sahibiyəm, mən Ğəfurur Rahiməm. Məndən istəyim, mən sizə verim. Yetər ki, diqqətlə namaz qılıb, namazdan sonra məndən istəyəsiniz. Namaz da əhl-i beytsiz olmaz. Baxın, namazın sözlərinin bir dənə qısa, çox uzatmaq istəmirəm, bu tərcüməsi ki var, Fatihə surəsi, Bismillahirrahmanirrahim, bütün namazlarda bu gərək olmalıdır. Rəhman və Rəhim olan Allahın adıyla, Elhamdülillahi Rabbil aləmin. Həmd, sənalar aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəbb, yəni ki, tərcümədə tərbiyə edən, hər şeyi tərbiyə edən Allahdır. Məsəl üçün, bir ördək balasını yumurtadan çıxandan sonra ördək balası qaçır gedir o suyun içində üzməyə. O suda üzməyi kim öyrədib? Yumurtadan çıxan kimi gedir. Onun Rəbbi, yəni onu tərbiyə edən Allahdır. Elhamdülillahi Rabbil aləmin. Allah Taala buyurur ki, yəni sən ki bunu dilinlə etiraf edirsən Fatihə surəsində, mən aləmlərin Rəbbi olan Allaha həmd və sənalar olsun. Ər-Rəhmanir-Rəhim, Rəhman və Rəhim olan Allah. Rəhman, yəni bu dünyada Allah Taala hər kəsə qarşı mehribandır. Namaz qılan, namaz qılmayan. Kafir, müsəlman, mömin, ateist, fərq yoxdur. Allah Taala bu dünyada hər kəsə qarşı rəhimlidir. Günəş çıxır, namaz qılanın həyətinə də düşür, Allaha qarşı çıxanın həyətinə də düşür. Yəni Allahın rəhməti bu dünyada hər kəsə şamildir. Rəhmanir-Rəhim. Rəhim isə fəqət bu dünyada Allaha bəndə olanlara məxsusdur. Bu dünyada Allah kim bəndəçilik etsə, axirətdə onun savabını görər. Məliki yevmiddin. O günün sahibi Allahdır. O qiyamət gününün söz sahibi, hakimi Allahdır. İyyaka na'budu, sənə ibadət edirik və iyyaka nəstəin, səndən kömək istəyirik. İhdinəs sıratəl müstəqim, bizi sıratəl müstəqimə, doğru düzgün yola hidayət et. Hansı yola? Ayənin axırı cavab verir. Sıratəl-ləzinə, o şəxslərin yoluna ki, ən'amtə aleyhim, sən onlara nemət vermisən. Nemət yəni nə? Nemət 2 cür olur. Bir var maddi nemət, bir də var mənəvi nemət. Söhbət mənəvi nemətdən, yəni əxlaq, iman, təqva, sən onlara nemət vermirsən, mənəviyyat vermirsən, mənəvi nemət verdiyin şəxslərin yoluna tərəf yönəld. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bu ayədə məqsəd biz əhl-i beytik. Yəni bizi əhl-i beytə tərəf yönəld. Əhl-i beytsiz namazın bir şey yoxdur, heçdir. Ən'amtə aleyhim, qayril məqdubi aleyhim vələddallin. Qəzəbə uğramışların yolunu bizi yönəltmə. Muhammed Ali Muhammedə salavat zikr edək. Gəldilər, əhl-i beyt ilə həmişə düşmənçilik edirlər də. Allah lənət etsin Bəni Üməyyəyə. İmam Həsən əleyhissalamın dövründə Muaviyə xilafətdə idi. Bəni Üməyyədən 7 nəfər gəldi Muaviyənin yanına, onun yaxınlarından. Ay Muaviyə, bu İmam Həsəni çağırtdır, biz onunla bəhs edək. Hətta Həzrət Əli həyatda yoxdur. Yeri var, biz onunla bəhs edək, onu sıxışdıraq.
Muaviyə dedi, lazımdır, ehtiyac yoxdur, eləməyin. Deyir, yox, deyir, Muaviyə dedi ki, siz onları tanımırsınız. Mən tanıyıram, onlarla bəhs etsəniz uduzacaqsınız. Onlarla bəhs etsəniz rüsvay olacaqsınız. Dedilər, Muaviyə, narahat olma. Biz də elə belə adamlar deyilik, 7 nəfər. Muaviyə xəbər göndərir İmam Həsənə. İmam Həsən əleyhissalam gəlir. Muaviyə deyir ki, bu şəxslər səninlə bəhs etmək istəyirlər. Bu şəxslər. İmam Həsən əleyhissalam buyurur ki, şərtim var. Muaviyə deyir, şərt nədir? Deyir, şərtim budur ki, birinci bunlar mənə sual verəcəklər, mən danışmayacağam. Sualları qurtarandan sonra mən danışaram. Mən danışandan sonra da bunlar gərək danışmasın. Sözümü kəsməsinlər. Muaviyə deyir ki, hə, mən razıyam. Mən burada hakim dururam. Narahat olma. İndi bunlar da başlayırlar, deyirlər ki, sənin atan bizim atalarımızı, babalarımızı qılıncdan keçirib, kafirləri öldürüb, Həzrət Əli və onun davasını edirlər. Sən qan diyəsi verməlisən, qan diyəsi. Qan diyəsi də 25 dəvə edir. 25 dəvədən başlayıb ver bizə. Ya da öz qanını ver, öz canını ver, ya da övladlarından birinin canını ver. Qisas, qisasa qisas. İndi bu 7 nəfər bu cür İmam Həsənin üstünə gedirlər. İmam Həsən də hərə bir söz deyir. İmam Həsən də durur, sakit qalır. Növbə çatır İmam Həsənə. İmam Həsən deyir ki, indi növbə mənimdir. Deyir, Muaviyə, gəl səndən başlayayım. Madəm sən bu məclisi qurmusan, səndən başlayaq. Deyir ki, Muaviyə, sənin atan Əbu Sufyan İslamın banisi, mənim babama düşmən idi. Məkkədə 2-3 dənə düşmən var idi, əsas düşmən. Onların başında sənin atan Əbu Sufyan dururdu. Sənin anan Hində İslamın qəhrəmanı, İslamın şiri Uhud döyüşündə əmim Həmzəni şəhid edəndən sonra sənin nənən, anan onun ciyərini çıxartdı, yedi. Dedi, indi sən İslam xilafətində oturmursan, İslam libasını geyinmirsən, onun davasını edirsiniz mənimlə, amma siz Əhl-i Beytə bizə qarşı düşmən ediniz. Sonra deyir, Muaviyə, yadındadır, atan Əbu Süfyan dəvədə oturmuşdu, sən qabaqda dəvənin yüyənini tuturdun, arxada da qardaşın. Və bu, ey 7 nəfər, 7 nəfərə deyir, 7 nəfər, siz də şahidsiniz, siz də oradaydınız, Peyğəmbər də oradaydı, bizim də az yaşım, 6 yaşımız vardı. Və Peyğəmbər, babam Peyğəmbər dedi ki, Allah lənət etsin o dəvənin üstündə oturana, o dəvəni dartana, o dəvəni aparana. Allah bu üçünə də lənət eləsin. Həm deyir, mənim atam, İslam Peyğəmbəri bunu dedi, ey 7 nəfər, siz şahid ediniz də, hamısı başına salıb aşağı. Bir söz deyim, olan hadisədir axı, İmam Həsən də bunu görüb. Bundan sonra həmən şəxslərdən biri dedi ki, o qan diyəsiniz adı. İmam Həsən əleyhissalam deyir ki, sən məndən qan hesabını istəyirsən, bir nəfər daha çox belə Əhl-i Beytə kinli idi o 7 nəfərin içində. Deyir, ey filan kəs, sən məndən qan hesabını istəyirsən. Deyir, yadındadır, bir gün evə getdin, evdə başqa bir kişini gördün, üzr istəyirəm sizlərdən, başqa bir kişini gördün evdə, onu öldürmədin. Sən onu öldürmədin, indi gəlib məndən qan hesabı istəyirsən, sən gərək onu öldürəydin. Əhl-i Beytə düşmən onlar bunlar idi ya. Bu formada olanlardır. Əhl-i Beytə düşmən olanlar evindən xəbərsiz olanlardır. Yəni ki, bunu deyir, çıxır gedir. Sonra Muaviyə nə deyir? Deyir, sizə lazımdır bu. Mən bunları tanıyıram. Bunlarla bacarmaq mümkün deyil. Bunlarla ancaq yerə hilə ilə, şeytan hilə bunlarla mübarizə aparaq. Yəni, namərcəsinə gələn mübarizə aparaq, Muaviyə bunu etiraf edir. Bu Kərbəla hadisəsi ki var, böyük hadisədir, önəmli məsələlərdən dediyim kimi namaz məsələsidir. İndi istəyirəm, qısa da olsa, zikri müsibətdən qeyd edim inşallah. İmam Həsən əleyhissalam demişkən, İmam Həsən əleyhissalamın övladları da Kərbalada idi. Ən çox yada düşən Qasımdır. Bir övlad da vardı Abdullah. Abdullahın 11 yaşı vardı.
Abdullah belə şəhid olur ki, əvvəl Abdullahdan çox az danışılır ümumiyyətlə kitablarda. Hamı şəhid olandan sonra İmam Hüseyn əleyhissalamda yaralanıb, tək qalıb, yaralanıb Aşura günü və birdən bir namərd istəyir İmam Hüseyn əleyhissalam arxadan qılıncla vursun. Abdullah qaça-qaça, 11 yaşlı uşaq qaça-qaça gəlir, əli ilə tutur. Qılınc Abdullahın biraz əlini çox kəsir. İmam Hüseyn əleyhissalam onun cavabını verir, namərdin cavabını verir, onu cəhənnəmə vasil edir. Sonra həmən Abdullahı sıxır qucağına, başlayır ağlayır. Deyir, sən get xeymələrə, sən narahat olma, bibin qollarını sarıyacaq. Elə bunu demişdi, bir də gördü ki, sinəsində, İmam Hüseyn görür ki, sinəsində istilik gəlir. Görür ki, Abdullahı arxadan, Allah lənətsin hər mələyə, ox vurub arxadan onun ürəyindən qan qabaqdan çıxıb. O cür şəhid olur, 11 yaşlı. Onun bir qardaşı olur, daha məşhur olan qardaşı Qasımdır. Mən Qasımdan istəyirəm bir-iki kəlmə qeyd edim. 13 ya 14 yaşı vardı. 13 ya 14 yaşı vardı. Aşura axşamı İmam Hüseyn əleyhissalam hər kəsin məqamını göstərir ki, sabah bizim məqamımız budur. Bu Kövsərdən bir möcüzə ilə göstərir. Hamısı tələsir ki, nə vaxt bu döyüş olacaq, biz gedək öz o cənnət güşəmizə. Amma Qasım qalıb qıraqda, Qasım da heç nə demir. Kədərlənir. Məclis dağılandan sonra gəlir, yaxınlaşır əmisinə. Əmican, bu hamısının haqqında dedin, bəs mən də istəyirəm döyüşəm. Mənim haqqında bir söz demədin. Dedi ki, sən qardaşımın əmanətisən. Sən elə bu əsirlərlə hərəkət edərsən. Başlayır ağlamağa. Çox israr edir ki, əmican, icazə verin, mən də sabah döyüşdə iştirak edim. İmam Hüseyn əleyhissalam bir dənə bir sualı verir, bütün kitablarda məşhurdur. Deyir, ölüm sənin üçün necədir? 13-14 yaşlı uşaq üçün. Ölüm sənin üçün necədir? Deyir ki, baldan da şirindir. Əhl-i Beyt məktəbi budur ya, şəhadəti həddi buluq olmamış billər, baldan da şirindir. Döyüş ərəfəsi baş verir, Aşura günü, neçəsi şəhid olur. Həmən Qasım deyir, icazə ver əmican, mən də gedim döyüşür. İmam Hüseyn icazə vermir. Deyir, sən mənim qardaşımın əmanətisən, istəmirəm. Gedir bibisi xanım Zeynəbə yaxınlaşır. Xanım Zeynəb deyir ki, zəmanənin imamı odur. Mən qardaşından bir söz deyə bilmərəm. Və birdən yadına düşür ki, kitab yazır, bazı bəndi olur. İmam Həsən əleyhissalam oğluna onu vəsiyyət edibmiş. Deyir, çətinliyə düşəndə bazı bəndi açasan. Bu da bazı bəndi əsir, birdən atasının sözü yadına düşür. Görür bir məktub. Məktubu açır, görür ki, məktubda İmam Həsən əleyhissalam yazıbdır ki, çətinliyə düşdüyün zaman Kərbalada olacaqsınız. Kərbalada qardaşım Hüseyn üçün özünü fəda edəsən. Bunu oxuyur, ağlayır. Gəlir İmam Hüseynə təqdim edir. İmam Hüseyn görür qardaşının xətti, başlayır ağlamağa. Və Qasımı qucaqlayır, öpür, döyüşə yola salır. Təsəvvür edin, bunun əyninə bir zireh yoxdur. Yəni dəbilqəsiz, zadsız bir dənə qılınc götürür, çıxır döyüşə, meydan oxuyur. Deyir, sizin içinizdə kimsə var mənimlə döyüşsün? Ömər Səd Əzraq-ı Şamiyə deyir ki, Əzraq-ı Şami məşhur pəhlivan olur, Şamlı olur Əzraq-ı Şami. Deyir, Əzraq, get bunun cavabını ver. Ömər Sədə deyir ki, Ömər, sən məni təhqir edirsən, uşaqla mən döyüşərəm. Deyir, sən onun uşaq olmağına baxma, o Bəni Haşimdəndir. Əli ibn Əbu Talibin nəslindəndir, onun nəvəsidir, onu uşağı bilmə, bunları sən uşaq bilmə. Deyir, yenə də bu uşaqdır, mən bununla döyüşmərəm, amma kiçik oğlumu göndərərəm. Kiçik oğlunu göndərir, cəhənnəmə vasil edir. İkincini göndərir, cəhənnəmə vasil edir. 4 dənə oğlu. 4 dənə oğlunu cəhənnəmə vasil edir Əzraq-ı Şaminin. Nəhayətdə qəzəblənir, özü meydana atılır ki, ey uşaq, sən kimsən? Bu da başlı qəşən bir rəcəz deyir. Rəcəzdə belə məna belədir ki, mənim kim olduğumu bilmək istəyirsənsə, zinadan yaranan oğlanlarından get soruşarsan cəhənnəmdə. Bunu deyir, sonra deyir ki, arxava bir bax, döyüş taktikası. Arxaya baxan kimi Əzraqın da boynunu vurur.
Qasım. Bunu görən düşmən namərcəsinə daha təkbətək yox, oxla, nizə ilə başlayırlar hücum etməyə. 13 yaşlı uşağa 20 nəfər, 30 nəfər birdən oxla, qılıncla bu cür onu yerə yıxırlar və Kərbala müsibətinin içində ən ağır müsibət bu olur ki, şəhid olandan sonra bu namərdlər şəhidlərin üstündən at çapırlar. Amma bu yaralı vəziyyətdə diri-diri bunun üstündən at çapırlar. Və la havla və la quvvətə illa billahil aliyyil azim. Ya sallallahu aleyke ya Ebu Abdillah. Esselamu aleyke ya ibna Resulullah. Ya hüccetallah ala halqi ya seyyidana ve mevlana inna sevecena ve isteşvena ve tevesselna bike ilallah ve qaddamnake beyne yeday hacatina. Allah evvela xəstələrimize şəfa inayet eləsin inşallah. Müşküllerimizi asan eləsin inşallah. Əhl-beyt qapısında inşallah bizləri nokar qərar versin. Ya vecihan indallah işvən. Selamun aleyküm. Selamun aleyküm bedeni oxlara nişan ağama. Selamun aleyküm bedeni oxlara nişan ağama. Selamun aleyküm beşiğin Cebrail tərpədənə həsirə burğalanıyım, cismi dəfl olan ağamayım. Selamula bədəni oxlara nişan ağam. Selamun aleyküm beşiğin Cebrail tərpədənə Xanım Zəhra gecələr yuxuya gedəndə Cebrail gələrdi, Hüseynin beşiğin tərpədərdi, Hüseynimə lay lay deyərdi. Onun üstündə der İmam Hüseyin ağa, qanlar içində çabalayırdı. Birdən gördü, üstünə bir sayə gəldi, bir kölgə gəldi. Qan ilə dolan gözlərini açdı, dedi kimsən Hüseyin? Məni tanımadın, Hüseyin nənən Zəhra yuxuya gedəndə mən sənə lay lay deyərdim. Hüseyin, mən Cəbrailəm, Hüseyin, iznin olsa sənə mən ağa, Hüseyin, iznin olsa sənə mən qana basan ay deyərəm. Hüseyin, sinəvi lalələrə tay deyərəm. Ağa, anavın boş deyərim, mən sənə lay lay deyərəm. Ay, şəhid ağam,
Cəbrail, Hüseyin icazə versəydin, nənən Zəhra yerinə sənə lay lay deyər. Çox şəhid anaları görmüşəm, balalarına lay lay deyərlər. Çox şəhid anaları deyib, bala anan ölsün ay bala. Niyə sən öldün ay bala, niyə mən ölmədim ay bala. Oğlum, niyə ürəyimə dağ çəkdin ay bala. Ah, həsirəm burqalanıb. Heç sual eləmişsən İmam Hüseyin əleyhissalam nə ilə dəfn olub? Görün nə deyir, həsirə burqalanıb, cismi dəfn olan ağama səlam olsun. Bəni Əsad tayfası avara qalmışdı, gördülər Xudaya. Cənazələr 3 gündür yerdədir, amma bir nəfər yoxdur bunları tanıya. Ağamız Seyyidimiz çox gözəl bəyan elədi ha. O boş yerə bunu bəyan eləmədi. Deyir Kufəlilərin bir dəstəsi gəlmişdi. O at çapanlar, Allah, Allah, Allah. Ravi onu yazanda deyir mənim ürəyim parçalanır. Nə idi? Deyir atların, deyir narların əvəz elədilər, dəyişdilər. Təzə at nal vuranda, təzə nal ata, deyir yerində oynayar, ayaqları yerə vurar. İndi təsəvvür edirsən Kərbəlada nələr oldu. Ah, 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 atların ayaqları ağzında, paymal olan ağama səlam ola. Hüseyin adı və qurban, məram və qurban. Amma bunları biləsən ha, bunların hamısı xanım Zeynəbin gözləri qabağında eləyiblər ha. Balası Rüqəyyənin gözü qabağında eylədilər ha. Amma Bəni Əsəd tayfası gördü, bir nəfər atlı gəlir, savara gəlir. İstədilər qaçalar. Ağa əli ilə işarət elədi. Bəni Əsəd tayfası dayanın, dayanın, mən də gəlmişəm babam Hüseyni dəfn eyləyən. Neylədi? Üzün niqabını çəkdi kənara. Gördülər İmam-ı Zeynəl-Abidin ağadır. Əvvəl hara gəldi? Gəldi o çuxur yerə, dizlərin qoydu yerə. Esselamu aleykə ya Əbu Əbdəllah. Selam olsun sənə ey baba. Kəfən tapa bilmədi. Ona görə deyirlər ha, həsirə burğalanıb. Kəfən tapa bilmədi. Bir köhnə həsirə burğaladılar ağanı. İmamın rozəsini deyəcəyəm inşallah. Görün imam neylədi? Qoydu babasını məzarına. Bax sözü budur. Dedi babacan rəsmidir. Cənazə qəbrə qoyanda üzün döndərərlər kər qibləyə sarı. Amma sənin başın bədənində yoxdur ay baba. Ah, ah, ah. Neylədi ondan sonra bilirsən neylədi. Ah, gördü. İmam-ı Səccad ağa baxdı o yana, bu yana, getdi xeymələr səmtinə. Ağa neyləyirlər? Dedi, babamı gördüm xeymələr kərarında, Əli Əsqər balanın xırda məzarın buradadır. Əlini tapıdı, gətirdi, qoydu atanın sinəsi üzdündə. Əli lay lay, bala lay lay. Əli Əkbərdə qoydu ayaq tərəfində. Onun üçün Üstad Münzəmi deyər, odur illət ki gözəl qəbri olub şeş quşa. Sinədə qonça, ayağımda gülü zibası. Ya Hüseyin, ağamız çox gözəl bəyan eylədi, qasımləndin. Mən bir komandirdən eşitmişəm bu sözü. Təzə deyir, müharibə başda qutarmışdı. Dedi, qardaş, Allah'a anılsın. O deyirlər, Allah şəhadəti hər kəsə nəsib eləmir. Seyyid, vallahi gözümdən şahid oldum.
balalarım deyir, mən nə deyir, əskərlərimə deyərdim balalarım. Deməzdim əskərlərim. Deyir, balalarım məndən icazə aldılar. İcazə ver, komandir gedər şəhid olar. Biz ağamız Hüseynə qoşular. Ah, ah, yağış değil qay, güllələr sökülür başlarına. Amma gördüm onların əksəriyyəti şəhid olmadı. Ağlıya ağlıya gəldilər, komandir. Niyə biz şəhid olmadıq? O qardaşlar ki şəhid oldular, xoşbəxt oldular. Düzdür, onlar xoşbəxt oldular ha. Amma nənələr bəxtbəxt oldu, can bala deyə sığındı. Cənab-ı Qasım gəldi meydana, Əmucan qoy gedim meydana mənim, Batım Əkbər kimi al qanım. Əmucan, Əli Əkbər qardaşımız göndərdin və mənə niyə rəva bilmirsən, mən də gedim qardaşımdaki şəhid olmam. Birdən gördülər Qasım ağadan, elə həzin səs gəlir, Əssəlamu aleyk ya Əba Əmdəllah. Hüseyin, yanan ürəyimə qurban olum ağa. Geldi Qasım'ın balinin üstüne, dedi kardeşimin emaneti, özü için deyir, dirilmədi İmam Hüseyin. Dedi bala, heç emaneti de belə saxlayarlar. Bala, torpaqlar üstündə pərəm olmuşsun, ay bala. Bir açadır, bir əmudun sandıyım sana, az qaldı cənnətə olasan rəsəpan oğul. Selam olayım. Şimril elinde kalan yaralı başa, selam olayım. Şimril elinde kalan yaralı başa, neyləyərdi? İstədi İmam Hüseynin başının bədənindən ayrıl deyir, ağa döndü, hara tərəf baxdı bilirsən. O halda xeymələrə nagirən baxan ağam, Əla lənətullahi aləl qavməz zalimin, seyələmullən yənqalibun, əmunqalibun. Hüseynim vay, Hüseynim vay, Hüseynim garib, garib Hüseynim vay, Hüseynim vay, Hüseynim vay, susuz lan Hüseynim vay, Radonla yanan güller Hüseynim vay, Gülistan'da açıyor güller, gelir avaz emriyor güller, eder nale yanan diller, Dağların akar kanı, eder gülnari meydanı, bacın ölsün başın hani,
Hüseyin'im Nureynim vay Pervane Qasim Yatma yaralı dur gedək Zəhra maralı dur gedək Ey vay əzizim Lay lay əzizim Ey vay əzizim Qaldı bəzək nihəzlə gün Yandı bə qəlbim Qanə batan sinər misali Yandı qəlbim Gəldi səsim meydanidən Odlandı qəlbim Axtarmışam səndən sarı Hər yanı Qasim Ey vay əzizim Ey vay əzizim Ey vay əzizim Lay lay əzizim Ey vay əzizim Lay lay Bir də ey vay əzizim Ey vay əzizim Ey vay əzizim Səsvə qurban Lay lay əzizim Bir də Lay lay əzizim Şahən şahən Orduda qəbin qəm sıxandaya Fəxr eyləyən əfsərləri Fatih çıxandaya Başım uca diyər zəqi Atdan yıxandaya Ey mücdəbanın qəhrəman Aslan-ı Qasim Ey vay əzizim Ey əhl-i beytə Səqqa əbəl fəz Ey əhl-i beytə Səqqa əbəl fəz Düşdü əbəl fəzlin adı dillərə Düşdü əbəl fəzlin adı dillərə Şiə fəda ol kəsilən əllərə Şiə fəda ol kəsilən əllərə Fəz Babel Ey beytə Səqqa əbəl fəz Şeiri xudanın şeiri dil oğlu Heydərin oğlu Heydərə bənzər Ya Əli Əkbər 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 Ya Əli Ya Əli Əkbər Ya Əli Əkbər Ya Əli Əkbər Əkbər surəti mah-ı mənzərə bənzər Surəti mah-ı mənzərə bənzər Adi Əkbərdir Heydərə bənzər Kövsərin oğlu Fatih Xeybər Fatih Xeybər Xeybərə bənzər Can Əli Əkbər Ya Əli Əkbər Əliyin və Hüseynin və Həsən İnnə fil cənnəti nahrəmin ləvən İnnə fil cənnəti nahrəmin ləvən Li Əliyin və Hüseynin və Həsən Li Əliyin və Hüseynin və Həsən Ənə məzlum Hüseyin Mənə mədşan Hüseyin Ənə məzlum
Ana mazlum Hüseyin, mənəm şan Hüseyin, ana mazlum. Ağlama sinön hələ dağlanmayıb, ağlama sinön hələ dağlanmayıb, ağlama sinön hələ dağlanmayıb, ağlama süd əsqərim oxlanmayıb. Ana mazlum Hüseyin, məktəbin irfandır Hüseyin, məktəbin irfandır Hüseyin, məqsədin rudeyi Qur'andır Hüseyin, məqsədin rudeyi Qur'andır Hüseyin. Şiələr qəbri və qurbandır Hüseyin, şiələr qəbri və qurbandır Hüseyin, şiələr qəbri və qurbandır Hüseyin, şiələr Yâredəcim peykəri vəv, Əkbərim yâredəcim peykəri vəv, başımın qanı dolub gözləri vəv, başımın qanı dolub gözləri vəv, məni dindir ürəcim qandı oğul, məni dindir ürəcim qandı oğul, nə gəlir qaməti can pərvər və, ənə məzlum Hüseyin, mənəm şan Hüseyin, ənə məzlum. Ay Kərbəla, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla, aləm gədadır ol ağa, qurban o qanlı toprağa. Ay Kərbəla, ay Kərbəla, tələsmən, səndə yatır bir məhliqa, aləm gədadır ol ağam, qurban o qanlı toprağa. Ay Kərbəla, sen başın ağzında yalan, Hüseyin, 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 qəhrəmanı Abbas olan Hüseyin, Hüseyin. Eşq elə Hüseyin, Hüseyin, bu sözü hamı Hüseyin, Hüseyin, ey başı yerlerde kalan sen, ey başı yerlerde kalan sen, peykeri çöllerde kalan hamı peykeri çöllerde kalan ey Hüseyin, 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 Hüseyin. Zulmalinden verimu İmanim sahip zamanım vardasın Ey bu yerlerden esen vadi sabah Kıl benim derdime bu bandalida Koyma dünyanı edem böyle vida Tek sana kaldı gümanım hardasan Ey benim sahip zamanım hardasan Zulmelinden ver ama Ey benim sahip zamanım hardasan Allahümme kulle veliyken Hacet ibn Hasan Salavatuke aleyhi ve ala abai Fi azihi sa'yan ve fi kulli sa'yan وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك سوا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين Allahümme
salli ala Muhammed ve ali Muhammed. Kabul ibadet, kabul ziyaret, برآمدن حاجت رفع دفع كل بریات والمؤمنین والمؤمنات والمسلمین والمسلمات. İlahi Pərverdigara, səni and izzət və cəlalva etdiyimiz ibadət itaətləri bizdən qəbul elə girən. Canımızı sağlam elə girən. Din İslama güc qüdrət elə girən. Dövlətimizin bayrağına məşruzə elə girən. Şəhidlərimizi qəriq rəhmət vasıl cənnət elə girən. Cəmi xəstələrimizə şəfa verginən. Xüsusən də vətən müharibəsində əlil olan qazilərimizə tezlə şəfa verginən. İlahi Pərverdigara, ağsaqqallarımızı Həbibin məzahirə bağışlayın. Ana bacılarımızı, qız gəlinlərimizi xanım Fatimə Zəhraya, xanım Zeynəbə bağışlayın. Cavanlarımızı Cavan Əlləşbərə bağışlayın. Tifillərimizi Tifil Əliyəsqərə bağışlayın. Qərib ölkədə olanlarımız qərib imamımıza bağışlayın. بحق حق و نبی المطلق و بالفاتحة مع الصلوات. محمد آل محمد. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین الرحمن الرحیم مالک یوم الدین ایاک نعبد و ایاک نستعین اهدنا الصراط المستقیم صراط الذین انعمت علیهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah kabul etsin.